Qara rəng hər kəsə yaraşırmı? Bizə tez-tez deyirlər ki, qara rəng universaldır və hamıya yaraşır. Amma bu doğrudanmı belədir? Tam olaraq yox. Qara rəng xarakterli bir dost kimidir. Ya sizin ən yaxşı cəhətlərinizi önə çıxarır, ya da obrazı ağır və yorğun göstərə bilir. Məsələ ondadır ki, qara rəng qarşılıq tələb edir. Bu aydın konturlarla, ifadəli cizgilərlə və kontrastlı xarici görünüşlə ideal işləyir. Amma üz cizgiləriniz yumşaqdırsa, dəri və ya saç tonlarınız tutqundursa, qara rəng sizin təbii fərqliyinizi kölgədə qoya bilər. Belə hallarda o, obrazı vurğulamaq əvəzinə dərinliyi sildirir və biraz boğuq görünür. Bəs nə etməli? Qara rəngdən tamamilə imtina etmək əvəzinə alternativ yollar seçin. Fakturalarla oynayın. Məxmər, krujiva və ya mat parçalar onun sərtliyini yumuşaldacaq. Obraza işıq əlavə edin. Qızıl aksesuarlar, parlaq vurğular və ya qrafit çalarlar köməyinizə çata bilər. Qara rəng sadəcə bir rəng deyil, düzgün istifadə etməyi tələb edən bir alətdir.